Əziz şagirdlər, MİQ və sertifikasiya imtahanı hazırlaşan müəllimlər, hər birinizi salamlayıram. Deməli, bugünkü video izahımızda biz xilafətin parçalanması nəticəsində yaranan feodal dövlətlərdən danışacağıq. Bunlar hansılardır? Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləridir. Hakimlik və əmirliyə qaldıqda isə deməli Dərbənd, Tiflis əmirliyi və Şəki hakimliyi. Onlar da deməli xilafətin parçalanması nəticəsində yaranan əmirlik və hakimliklərdir. Sadəcə onları digər video izahımızda izah edəcəyik. Bugün isə sırf feodal dövlətlərdən danışırıq. Deməli, bu dövlətlərdən ən uzun ömürlüsü Şirvanşahlar dövlətidir. O, demək 861-dən 1538-ci ilə qədər olan bir dövrə əhatə edir və deyirik ki, ərəb mənşəli Məziədlər sülaləsi tərəfindən idarə olunurdu. Deməli, deyirik ki, Rəvvadi və Şirvanşahlar ərəb mənşəlidir. Saci və Salari türk mənşəlidir. Rəvvadilər də biz əvvəllər Şəddadilər üçün də əvvəllər biz Kürd mənşəli idik. Sonradan artıq bu anlayış qaldırıldı. Deməli, uşaqlar, danışırıq biz Şirvanşahlardan. Deyirik ki, ilk yarım müstəqil feodal əmirliyin yaradıcısı Yezid ibn Məziəd idi. Həmin bu feodal əmirliyin mərkəzi isə Bərdə şəhəri idi. Onun oğlunun dövründə, yəni Məhəmməd ibn Yezidin dövründə isə bu iqamətgah Gəncəyə köçürülür. Yəni Bərdədən Gəncəyə köçürülür. Nə zaman? 859-cu ildə. Deməli, bu hər iki şəxs və ümumiyyətlə onların dövrünə aid olan hadisələrin heç biri dövlətin yaranmasına aid deyil. Çünki dövlət yaranacaq 861-ci ildə. Deməli, dövlətin əsasını Heysam ibn Xalid qoyur. 861-ci ildə mərkəzi Şirvan olan Şirvanşahlar dövləti yaradır. Və elə həmin Şirvanda da biz deyirik ki, taxıl anbarları tikdirmişdi. Onun dövrünə elə də belə, yəni çox geniş məlumat vermirik. Əlimizdə olan məlumatlar isə bunlardır. Amma dövlətin yaradıcısı və banisi Heysam ibn Xaliddir. Bunu da unutmuruq. Ondan sonra hakimiyyətə gəlir Əbu Tahir. Əbu Tahirin dövründə deyirik ki, dövlətin ərazisi genişlənmişdi və dövlətin ərazisi Dərbənddən Köy çayına kimi çatırdı. Ümumiyyətlə, bəzi məqamlarda vurğulayaq ki, bu dövlətlərdən hansısı şimalda yaranıb, hansı cənubda, bunu şagirdlər bəzən qarışdırır. Gəlin bunlara aydınlıq gətirək. Deməli, belə yadınızda saxlaya bilərsiniz ki, Şılar şimalda yaranıb. Yerdə qalan dövlətlər isə cənubda yaranıb. Baxın, feilimizə diqqət edirik. Məsəl üçün, uşaq sual verir ki, axı, belə deyim, Saci Salari Azərbaycanı vahid şəkildə birləşdirib. Bəli, vahid şəkildə birləşdiribsə, demək bu cənubda yaranan dövlətin hakimiyyəti şimalda da var idi deməkdir. Bəli, burada heç bir problem, sıxıntı yoxdur. Amma yaranma söhbətinə qalanda isə uşaqlar, yarandı feilinə baxanda isə biz deyirik ki, Şirvanşah və Şəddadi şimalda yaranıb. Saci, Salari, Rəvvadi isə cənubda yaranıb. Saci və Salari isə dövləti vahid şəkildə birləşdirərək, Azərbaycanı vahid şəkildə birləşdirərək hakimiyyətini şimala da yayıb. Sonra deməli Tahirlə davam edirik. Deyirik ki, onun dövründə paytaxt dəyişdirilir. Şirvandan Şamaxıya köçürülür. Nə zaman? 918-ci ildə və burada bir şey də qeyd etməmişik. Onu da deyək ki, Əbu Tahirin dövründə, yəni 920-ci ildə Şamaxının Sündü kəndində məscid inşa edilmişdi. Bəs Əbu Tahirin hakimiyyətindən sonra gedişat necə olur? Deməli, onun hakimiyyətindən sonra oğlu və nəvələri belə deyək, sürdürür onun hakimiyyətini və əraziləri genişləndirir, Qəbələ və Bərdəni birləşdirirlər. Daha sonra deməli 980-lərdə Şabran, Şəki, Tabasaran, Sənariyə və Dərbənd kimi şəhərlər də Şirvanşahlar dövlətinə birləşdirilir. Daha sonra əsas belə deyim, məqamlardan biri Dərbənd səddinin və qala divarlarının bərpası məsələsidir. Deməli, uşaqlar, siz mənim yadıma salın, belə bir sual verin və yorumlarda qeyd edərsiniz. Dərbənd səddini hansı dövlət inşa etdirmişdi? Bunu mənə belə deyim, yorumlarda qeyd edərsiniz. Və gəlin, bəs bərpa etdirənlər hansılardı, hansı dövlətlər idi, onu isə mən deyirəm. Deməli, keçən dərsimizdə bilirik.
bir dövləti bilirik ki, ərəblər Dərbənd səddini bərpa etdirmişdi. Ondan sonra uşaqlar xronologiya ilə baxın. Deməli şagirdlər nəyə qarışdırır? Oxuyur 1-ci Şirvanşahlar dövlətini. İlk olaraq Dərbənd səddinin təmirini Şirvanşahlarda görür. Elə bilir ki, 1-ci Sacilərdən qabaq Şirvanşahlar təmir etdirib. Xeyr. Xronologiya ilə baxanda Sacilərin dövründə, Yusif ibn Əbu Sacın dövründə biz Dərbəndin təmirini görürük. Yəni xronologiyaya baxanda ərəblər, Sacilər və Şirvanşahlar deməli Dərbənd səddini təmir etdirmişdi. Baxın xronologiya ilə bu şəkildə öyrənsək, biləcəyik və qarışdırmayacağıq. Gəlin idarəetmə sisteminə baxaq. Səhv etmirəmsə mən idarəetmə sistemini və qoşun növlərini, bunlardan hansısa birini Analiz Sayevin kitabında görməmişdim. Siz baxarsınız kitabınıza da, yəni yoxdursa dəftərinizə qeyd edərsiniz. Deməli idarəetmə sistemində danışırıq. Əsas vəzifələrdə şahzadə dururdu, vəzir və sonra gəlirdi hacib. Deməli şahzadə əyalətləri idarə edirdi. Vəzir dövlətin inzibati və maliyyə işlərinə nəzarət edirdi. Hacib isə uşaqlar saray qapıçısı deyirik biz. Yəni sarayda, sarayın girişində dururdu və əsasən saraydakı işlərə nəzarət edirdi. Deməli sonra qeyd edirik Şirvanşahlar dövlətinin qoşunlarını. Deyirik iki növ qoşun növü var idi. Biri əsas qoşun idi. İkincisi isə xüsusi qoşun idi. Əsas qoşun deyirik şahın xüsusi qvardiyasını təşkil edirdi. Xüsusi qoşunu isə iri feodallar və vilayət hakimlərinin dəstəsi idi. Aydındırmı? Və bu məsələdə yadda qalsın ki, döyüşlərdə orduya kim başçılıq edirdi? Demək qeyd edirik ki, şah və şahın vəliəhdi. Yəni oğulları belə deyək, bu döyüşlərə başçılıq edirdi. Deməli Şirvanşahlar dövləti bu qədər. Vaxt itirmədən keçid edirik digər dövlətimizə, Sacilər dövlətinə. Deməli Sacilər qeyd edirik ki, Sacilər dövləti Mərkəzi Asiyanın Əşrusən vilayətinin türk nəsillərindən idilər və ərəblər dövründə ümumiyyətlə ərəb xilafəti türk sərkərdələrinə çox önəm verirdi. Biz bunu Babəkin üsyanında gördük. 835 Afşinin ərəb ordusuna komandanlıq eləməsi ilə gördük. Və uşaqlar, deməli qeyd edirik ki, Əbu Sac Divdadın dövründə, Əbu Sac Divdad qarışdırmırıq. Dövlətə qədərki adı çəkdiyimiz şəxsdir. Dövlət yarananda Məhəmməd ibn Əbu Sacla başlayırıq biz, yaxşımı? Bunu qarışdırmırıq. Demək dedik ki, Əbu Sac Divdadın dövründə 879-cu ildə deməli ərəblər Cənub və Azərbaycanı İqta kimi Əbu Sac Divdada vermişdi. İqta nə idi? Xidmət müqabilində idi, elə deyilmi? Verilən torpaq idi. Xidmətinə görə, sərhədləri qoruduğuna görə Əbu Sac Divdada Cənub və Azərbaycanı İqta kimi verir və ondan sonra onun vəliəhdi burada bir dövlət yaradacaq. Sacilər dövlətini. Ona qədər deməli danışırıq ki, Sacilər nə demişdik? Afşin ləqəbi daşıyır demişdik və Əbu Sac Divdadın dövründə də erməni və gürcülərin məğlub edilməsi məsələsi var. Səhv etmirəmsə bu da kitabda nəzərimdə görmədim. Bəlkə də diqqət eləməmişəm. Yenə də baxarsınız, bu cümlədə yoxdursa dəftərinizə qeyd edərsiniz mütləq. Deməli, sonra uşaqlar danışırıq biz Məhəmməd ibn Əbu Sacdan. Əbu Sac Divdadın deməli deyirik ki, fəaliyyətinin dövlətə aidiyyatı yoxdur. Dövlət yaranır. Baxın, yarama dövrünü demişik 898-941-ci illərdə. Demək, dövlətin qurucusu kim oldu? Məhəmməd ibn Əbu Sac oldu. Qeyd edirik ki, 893-cü ildə Marağa hakimliyini və Dəbili dövlətə birləşdirdi. O, deməli, Gürcüstan uğurlu yürüşlər edib və öz adına pul kəstirib. Baxın, öz adına pul kəstirməsi onun müstəqilliyinin sübutudur. Yaxşımı? Yəni, o müstəqil idi ki, öz adına pul kəstirmişdi. Və artıq bununla da biz dövlətin yaranmasını götürə bilərik. Öz adına pul kəstirməklə dövlətin yaranmasını götürürük. Elə 898-ci ildən. Ondan sonra hakimiyyətə gəlir Yusif ibn Əbu Sac. Yusif ibn Əbu Sacın dövrü ən yaxşı dövr, ən qüdrətli dövrdür, ən zəngin dövrdür. Deməli, öyrənirik. Deyirik ki, Yusif ibn Əbu Sacın dövründə 912-ci ildə xilafəti xərac göndərilməsini dayandırır. Bu nə deməkdir? Yəni, aslı olan kəs xərac verirdi, elə deyilmi?
Mən xərac vermirəmsə, mən o dövlətdən asılı deyiləm. Demək 912-ci ildən sonra xilafətdən asılılığını dayandırır Sacilər dövləti. Və Yusif İbn Əbu Sacla xilafət arasında ixtişaşlar baş verir və 917-ci ildə onlar xilafətlə üz-üzə gəlirlər. Yusif qalib gəlir və Yusif də öz adına pul kəsdirir. Bu cümlə də yadımızda qalsın. Amma və lakin, demək birinci döyüşdə qalib gəldi. Amma axırıncı döyüşdə xilafət qalib gəlir, Yusif İbn Əbu Sac məğlub olur və həbs edilir. Deməli, əhali Yusif İbn Əbu Sacı belə deyim, xilas etmək üçün öz arasında onun başına qoyulan məbləği toplayır və xilafətdən xahiş edir ki, Yusif İbn Əbu Sacı həbsdən xilas eləsin və bunu qazanırlar. Yəni belə deyim, bu mübarizənin sonunda onlar qalib gəlirlər. Xilafət Yusif İbn Əbu Sacı həbsdən azad edir. Azadlıqdan sonra uşaqlar baxırıq. Şirvanşahlar, Tiflis, Dərbənd, Ani, Dəbil, Kaxetya Sacilər dövlətinə tabe edildi və Azərbaycan ilk dəfə vahid dövlətdə birləşdirildi. Birinci Sacilər birləşdirib, sonra Salarilər birləşdirir. Və deyirik ki, ərazisi Dərbənddən Zəncana qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi. Bayaq dediyimiz məsələ Dərbənd səddinin təmiri. Deməli, birinci bax xronologiyanı deyirik ki, Saci feodal dövlətlərdən söhbət gedir. Sonra Şirvanşahlar, yaxşımı? Qarışdırmırıq bunu. Paytaxt Ərdəbilə köçürüldü. Deməli, paytaxtlar hansı demişdik biz? Burada qeyd etmişik. Əvvəl Maraq olub, qarışdırdım. Maraq olub, sonra Ərdəbil olub. Deməli, paytaxtın Ərdəbilə köçürülməsini biz Yusif İbn Əbu Sacın dövründə götürürük. Və Rey şəhərini Samanilərdən almaq da Yusif İbn Əbu Sacın hakimiyyəti dövrünə düşür. Ondan sonra sonuncu hökmdarı Deysəm olur. Deyirik ki, Deysəmin dövründə dövlət zəifləyir və Salari hökmdarı Mərziban İbn Məhəmmədin dövlətə yürüşü nəticəsində dövlət süqut edir və elə Mərziban İbn Məhəmməd Saci dövlətinin ərazisində özünə yeni bir dövlət yaradır. Bu dövlət hansı olacaq? Salarilər dövləti olacaq. Sacilər haqqında bu qədər. İndi isə nə dedik biz az öncə qurduğumuz cümləni tətbiq edirik. Sacilərin yerində Mərziban İbn Məhəmməd özünə bir dövlət qurur. Salari dövləti. Bəli, indi isə keçid edirik Salarilərdən danışırıq. Mərziban İbn Məhəmməddən danışırıq. Deyirik ki, ilk hökmdarı, dövlətin banisi Mərziban İbn Məhəmməd olmuşdu. O deyirik Kəngərli türk soyundan Salari sülaləsindən idi. Və onun dövründə ümumiyyətlə biz Saci dövlətinin paytaxtını Ərdəbil götürdük, elə deyilmi Yusifin dövründə? Əgər bir dövlətin paytaxtı tutulursa, o dövlət artıq tutuldu deməkdir. Elə Mərziban İbn Məhəmməd də Saci dövlətinin paytaxtı olan Ərdəbili tutmuşdu. Və Salar dövlətinin paytaxtı da elə Ərdəbil olaraq qalacaq. Sonra gəlin baxaq görək hansı dövlətlər özünə asılı salır. Şirvanşahlar, Şərqi Gürcüstan və Dərbənd ərazisini özündən asılı hala salmışdı. Və qeyd edirik ki, Azərbaycan vahid dövlətdə yenidən birləşdirildi. Deməli, Sacilər və Salarilər Azərbaycan vahid dövlət altında birləşdirdilər. Elə deyilmi? Deməli, Sacilər də Yusif İbn Əbu Sac, Salarilər də isə Mərziban İbn Məhəmməd bunu edib. Yəni, vahid dövlət altında birləşdirilməni. Və deyirik ki, Xəzər dənizində ticarət gəmiləri üzməyə başladı. Salari dövründə və deyirik ki, Slavyanlar tərəfindən Bərdə faciəsi törədildi. O da Mərziban İbn Məhəmmədin dövrünə düşür. Dərbənddən Dəclə Fərat çayına qədər ərazisi uzanırdı. Biz Dərbənddən Zəncana qədər Yusifin dövründə dedik. Məhəmmədin dövründə də Dəclədən Fərata qədər, Dəclə Fərat çayına qədər daha doğrusu uzanmasını deyirik. Və uşaqlar, tarixdə qanunnamə qəbul edən hökmdarlardan biri idi Mərziban İbn Məhəmməd. İndi xanlıqlar dövründə də qanunnamə qəbul edən hökmdarlarımızdan birinin adını çəkmişik. Ümumiyyətlə, qanunnamə qəbul edən bir hökmdarımız olub xanlıqlar dövründə. Daha dəqiq deməli olsaq, həmin hökmdarın adını da belə deyim, rəylərdə yazarsınız, yadımıza salarsınız.
Deməli, qanunnamə qəbul etdi. Ondan sonra hakimiyyətə kim gəlir? Vəhsudan gəlir. Deməli, Vəhsudan dövründə Salari dövləti zəifləyir, parçalanır. Neqativ məsələləri qeyd edirik və Vəhsudan dövründə, yəni elə bir geniş dövrü yoxdur. Sonra hakimiyyətə gəlir İbrahim İbn Mərzban. Onun dövründə də yenə deyirik ki, dövlət zəifləmişdi və feodallar özbaşınalıq eləyirdilər. Bəs bu feodalları belə deyim, tabe etmək üçün nə edir İbrahim İbn Mərzban? İqta paylayır. Baxın, bu məsələdə, yəni gələcəkdəki dərslərimizdə qeyd edəcəyik, iqta paylayaraq, belə deyim, feodalları özünə tabe etməyə çalışan hökmdarlar. Onlardan biri İbrahim İbn Mərzban olmuşdu. Sonra deyirik ki, hansı ki atalarının dövründə, yəni belə deyim, atasının, babasının dövründə dövlətə birləşdirilən ərazilər İbrahim İbn Mərzban dövründə bir-bir ayrılmağa başladı. Məziədilər, Dərbənd, Gəncə, Salarilərdən ayrıldı artıq. Və uşaqlar, deyirik ki, bu vəziyyətdən istifadə edən Rəvvadilər nəslindən olan Əbülhica dövləti süquta uğratdı. Deməli, deyirik ya burada Gəncə Salarilərdən ayrıldı. Yəni, bunu indi gələcəkdə biz ayrılmadan sonra indi Şəddadi dövlətindən danışacağıq. Yəni, bu ixtişaşdan istifadə edən Şəddadi dövləti bu ayrılan Gəncədə özünə bir dövlət quracaq. Elə biz ondan danışırıq. Amma Salarilərin süqutunun səbəbkarı Rəvvadi nəsli olub. O da yadımızda qalsın. Deməli, biz danışdıq hansı dövlətlərdən? Şirvanşahlardan, Sacilərdən və Salarilərdən. İndi isə növbəti dövlətimiz olur Şəddadilər dövləti. Deməli, uşaqlar, danışırıq Şəddadilər dövlətindən. Deyirik, 951-ci ildə Məhəmməd İbn Şəddad Dəbil əmirliyini yaradır. Bunu da biz dövlətə götürmürük. Baxın, qarışdırmırıq. Dövlət və dövlətdən əvvəlki fəaliyyət. Bunları ayırd eləsək, testlərdə səhvimiz çıxmayacaq. Deməli, Dəbilin birləşdirilməsi, daha doğrusu Dəbilin yaradılması dövlətdən əvvəlki prosesdir, 951-də olan prosesdir. Dövlət isə yaranır 20 il sonra, 971-ci ildə. Kimin dövrünə düşür bu? 1-ci Ləşkərinin dövrünə düşür uşaqlar. Deməli, Ləşkəri 971-ci ildə dövlətin əsasını qoyur. Paytaxtı Gəncə edir və Bərdə və Şəmkiri dövlətə birləşdirir. Şəddadi dövləti biraz geniş dövlətdir, yəni belə deyək, xırdalıqları var. Ona görə diqqətlə qulaq assanız, belə deyim, daha yaxşı yadınızda qalır. Burada biraz daha diqqətli olmaq lazımdır. Fəzl ibn Məhəmməd gəlir 1-ci Ləşkərdən sonra və deyirik ki, onun dövründə Dəbil yenidən dövlətə birləşdirilir. Beyləqanı da dövlətə birləşdirir. Şirvanşahlarla qohum olur. Rəvvadilər və Tiflis əmirliyinə isə dost olur Fəzl ibn Məhəmməd. Yəni, belə deyək, bizim ərazimizdəkilərlə dalaşmır. Yəni, öz Azərbaycan torpağındakı ərazilərlə, əmirliklərlə, dövlətlərlə yaxşı münasibəti var Fəzlin. Amma, belə deyək, xarici qüvvələrlə mübarizədədir. Gürcü və Xəzərlərə qarşı deməli mübarizə aparmışdı. İndi siz yenə mənim yadıma salırsınız ki, Fəzlin Xəzərlərlə mübarizəsini hansı Azərbaycan hökmdarı ilə oxşar götürə bilərik? Deməli, biz bunu çox uzaqda yox, elə keçən dərslərimizdə qeyd etmişik. Görüm kimi yadında qalıb. Deməli, Fəzl ibn Məhəmməd deyirik ki, Gəncədə öz adına pul kəsdirmişdi və 1027-ci ildə Xudafərin körpüsünü tikdirmişdi. Sonra uşaqlar, Musa ibn Fəzlin dövründən danışırıq. Çox qısa və rahat dövrü var. Deyirik ki, 1030-cu ildə deməli, qardaşı Əsküyə ona qarşı qiyam qaldırır və o da çarəsiz qalır. Neyini? Slavyanları bu qiyamı yatırmaq üçün köməyə çağırır. Və onun dövründə burada Oğuzların məskunlaşması var. Deməli, Oğuzlar məskunlaşır Musa ibn Fəzlin dövründə. Oğuzlar Şəddadini tabe edəcək. Deməli, Əblasvar Şavurun dövründə. Bunları da qarışdırmırıq. Məskunlaşma kimin dövründə oldu? Musa ibn Fəzlin dövründə oldu. Yadımızda qalsın. Keçirik indi 2-ci Ləşkərinin dövrünə. Deyirik ki, burada Şəddadi Oğuz qüvvələri 1037-ci ildə Dəbilə hücum edən Bizans erməni qoşunlarını məğlub eləyir. 1038-ci ildə isə Tiflisə hücum edən Bizans
Gürcü qoşunlarını məğlub edirlər. Yəni Oğuzlar Şəddadilərə kömək edirlər. Gəlib ərazilərini məskunlaşdılar. İndi isə onlara kömək edirlər ki, xarici qüvvələrə qarşı birgə mübarizə aparsınlar. Və qeyd edirik ki, bu hansısa testdə var mütləq ki, yəni Qətran Təbrizi deyirik, onu Aran Şah adlandırmışdı. Bu da yadımızda qalsın. Hansısa testdə önümüzə çıxmışdı. Deməli uşaqlar, daha sonra danışırıq Əbüləsvər Şavurun dövründən və deyirik ki, onun dövründə mərkəzi hakimiyyət güclənir, ordu islahatları keçirir. O deyirik Gürcüstan və Şirvanşahlarla mübarizə aparırdı və onun dövründə Səlcuqlarla müqavilə bağlanır və 1054-cü ildə Səlcuqlara tabe olduğunu belə deyək təsdiqləyir. Deməli nə dedik? Baxın, Şəddadi dövründə deyirik ki, Səlcuqlar məskunlaşdı Musa ibn Fəzlin dövründə. Burada az əvvəl qeyd etdik. Səlcuqlar tərəfindən Şəddadilər tabe edildi Əbüləsvar Şavurun dövründə. Və deyirik ki, Əbüləsvar Şavur alanlarda müdafiə olunmaq üçün 1062-ci ildə Gəncə ətrafında xəndəklər qazdırır və divarlar çəkdirirdi. Və eyni zamanda 1063-cü yenə xarici qüvvələrdən qorunmaq üçün 1063-cü ildə Gəncənin qala qapılarını düzəltdirir. Gəncə qala qapıları deməli dedik Əbüləsvar Şavurun dövründədir. Xudafərin körpüsü isə Fəzl ibn Məhəmmədin dövründədir. Sonuncu hökmdarın adını çəkirik. Sonuncu hökmdarımız 3-cü Fəzldir və onun dövründə isə deyirik ki, dövlət Səlcuqlar tərəfindən süquta uğradılır. 1088-ci ildə 1-ci Məlikşah öz sərkərdəsi Buğanı göndərir və dövlətə son qoyurlar. Yəni Şəddadilər dövləti 1054-də tabe edilib, 88-də ləğv edilir. Çünki özləri üçün belə qeyd edirik ki, təhlükə kimi görürdülər dövlətin müstəqil qalmasını. Ona görə dövləti süqut etdirirlər. Deməli, daha sonra biz danışacağıq axırıncı dövlətimiz olan Rəvvadilər dövlətindən. Rəvvadilər dövləti çox rahat, çox qısa dövlətdir. Bu dövlətlərin ümumiyyətlə ən uzun elə Şəddadiləri idi, amma diqqətlə qulaq assaz o da rahatdır. Deməli uşaqlar, danışırıq biz Rəvvadilər dövlətinə, deyirik ki, ərəb mənşəli Əzdilər sülaləsindən idi və onlar deyirik dövlətdən əvvəl Marağada, Təbrizdə, Qaradağda və Əhərdə məskunlaşmışdılar. Dövlətin yaradıcısı Əbülhicə olmuşdu. Nə demişdik? Əbülhicə hansı dövlətin süqutunun səbəbkarı olmuşdu? Salarilər dövlətini süqut etdirmişdi. Və uşaqlar, paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Amma bu cümləni, yəni belə deyək, elə algılamayın ki, sadəcə Təbriz olub Rəvvadinin paytaxtı. Xeyr, Rəvvadinin birinci paytaxtı Ərdəbil olub. Yəni çox uşaq bunu qarışdırır. İkinci paytaxtı isə Təbriz olur və qeyd edirik ki, Rəvvadi dövlətində deməli, Rəvvadi dövləti daha doğrusu Təbrizi ilk paytaxt edən dövlət olur Azərbaycan tarixində. Əbülhicədən sonra hakimiyyətə gəlir Vəhsudan. Vəhsudan dövründə uşaqlar deməli Oğuzların burada məskunlaşmasından danışırıq. Və Oğuzların deməli məskunlaşması, Oğuzlar tərəfindən asılı hala salınma və Oğuzlar, yəni hamısı Oğuz Səlcuqları ilə bağlı bütün proseslərin hamısı Vəhsudan dövründədir. Demək 1028-də məskunlaşmanı icazə verir, 1054-də asılı hala salınır Səlcuqlar tərəfindən, 1065-ci ildə isə dövlətin varlığına son qoyulur. Deməli bu Şəddadi dövlətindəki kimi hər proses bir hökmdarda deyil. Burada rahatdır. Hamısı Vəhsudan dövründədir. Və onun dövründə eyni zamanda 1042-ci ildə Təbrizdə zəlzələndə qeyd edirik. İndi yenə bir sual verəcəm. Bunu da cavablandırarsınız. Ümumi tarixdə Türk dövlətlərinin dərsindən belə deyim, hansındasa 1042-yə aid bir tarixi hadisə deyirik. Yəni eyni ildə başqa hansı hadisə ağlınıza gəlir, onu da qeyd edərsiniz. Belə uşaqlar, bugünkü dərsimiz bu qədərdir. Amma dərs, yəni belə deyim, mətn olaraq bu qədərdir. Amma sizlə xəritə ilə də tanış olmaq istəyirəm. Çünki xəritə önəmlidir. Yəni xəritə ilə də tanış olaq. Deməli,
Deməli, dövlətin yarandığı sərhədlərinə baxırıq, hansı dövlət hardadır. Deməli, uşaqlar, baxın, bu Şirvanşahlar, qələmimizi aktivləşdirək. Aha, görürsünüz, bu sarı olan ərazi Şirvanşahlar ərazisidir. Bu indiki Azərbaycan elə deyilmi? Araz çayının, bu Arazdır, bu da Kürdür. Elə deyil. Deməli, Azərbaycanın şimal-şərqini əhatə edirdi Şirvanşahlar dövləti və deyirik ki, Dərbənddən Kür çayına qədər, Araza yox ha, Kür çayına qədər olan ərazini əhatə edirdi. Nə demişdik? Şılar şimalda, Şəddadi isə Azərbaycanın, belə deyim, digər yarısında Kürün sağ sahilində Şəddadi idi, daha dəqiq desək, sol sahilində isə Şirvanşahlar idi. Deməli, Şəddadi də mərkəzi Gəncə olan bir dövlət yaratmışdı, o da şimaldaydı. Gəlin demək, cənuba baxaq. Baxırsınız, cənubda da Rəvvadi, Saci, Salari dövlətləri. Deməli, bir-birinin, məsəl üçün, Sacini, daha doğrusu, elə, Sacilər dövlətinə Salarilər son qoydu, elə deyilmi? Salari dövlətinə də Rəvvadi son qoydu. Yəni, elə bu ərazidə bir-birini süqut etdirərək dövlət yaratmışdılar. Və nə deyirik uşaqlar? Salarilərin zəifləməsinə istifadə, axı Salarilər bütün Azərbaycanı birləşdirən bu dövlət Mici Saci birləşdirdi, sonra Salari ilə deyilmi? Deməli, bütün Azərbaycanı birləşdirən Salarilərin zəifləməsinə istifadə edən Şəddadi dövləti Azərbaycanda, Azərbaycanın şimalında dövlət yaratmışdı. Yəni, o dövrdə. Bilirsiniz niyə deyirəm bunu? Çünki 981-ə qədər Salari dövrüdür, elə deyilmi? 981. Amma Şəddadi yaranıb 971-dir. Uşaqlar deyir ki, mənim, bəs bu süqut etməmiş bu dövlət necə yaranır? Bunun zəifləməsinə istifadə edib Gəncədə dövlət yaradır özünə. Yəni, hələ düzdür, Salarilər süqut etməyib, amma zəifləməsinə istifadə edərək dövlətin şimalındakı ərazisində özünə bir dövlət yaradır Şəddadilər. Xəritəyə mütləq diqqət edin. Hər dərsin xəritəsinə mütləq nəzər yetirin. Deməli, uşaqlar, və Marağa, Təbriz, Ərdəbil, bunların yerinə hər dəfə baxın, diqqət edin. Çünki əsas bizim şəhərlərimiz bunlardır. Ən çox cənubda bu şəhərlərin adını çəkəcək. Bu qədər. Ümidvaram ki, siz üçün faydalı oldu bugünkü mövzumuzda. Ümidvaram ki, nəsə yadınızda qalar və siz üçün öyrədici olar. Sağ olun, salamat qalın uşaqlar.